Salam, hörmətli izləyicilər. Şəhidin Səsi proqramının bugünkü buraxılışında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş bir igidin həyat və xidmət yoluna nəzər salacağıq. Bakı şəhərində doğulan Abdullayev Seyfi gənc yaşlarından vətənə xidmət yolunu seçmişdi. O həm polis əməkdaşı kimi, həm də hərbi qulluqçu kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdi. İndi isə gəlin qəhrəman şəhidimizin əziz xatirəsinə həsr olunmuş videoçarxı izləyək. Daha sonra isə qaldığımız yerdən davam edəcəyik. Abdullayev Seyfi Fəqanoğlu 1994-cü il sentyabr ayının 22-sində Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Seyfi Abdullayev orta təhsilini Bakı şəhəri 148 sayılı tam orta məktəbində almışdır. 2012-ci ildə orta məktəbi bitirib və 2013-cü ilin oktyabr ayında hərbi xidmətə yola düşüb. Hacıqabul və Naxçıvan Muxtar Respublikasında daxili qoşunlarının en saylı hərbi hissəsində xidmət edib və 2015-ci il aprel ayında hərbi xidməti başa vurub. Seyfi Abdullayev müəyyən işlərdə çalışıb və 2019-cu il yanvar ayında Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının xüsusi təyinatlı taborunda polis nəfəri kimi xidmətə başlayıb. Daha sonra isə polis serjantı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində çalışmağa başlamışdır. 19 sentyabr 2023-cü ildə Xocavəndin Tağavert kəndində lokal antiterror zamanı ermənilərin mina terroru nəticəsində şəhid olub. Abdullayev Seyfi Fəqanoğlu Şamaxı rayonu Qaleybuğur kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Abdullayev Seyfi Fəqanoğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Vətən uğrunda medalı ilə təltif edilmişdir. Salam, zəhmət olmasa özünüzü təqdim edərdiniz. Siz də xoş gəlmişsiniz. Allah razı olsun sizdən də, yəni bizi yad elədiyinizə görə çox sağ olun. Mən xüsusi təyinatlı polis, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polisi şəhid Seyfi Abdullayevin anasıyım. Elə bir oğlun anasıyım ki, o nə qədər ağrı, acı yaşasam da o Seyfi Abdullayevin anası olduğuma qürurluyam. Övladınızın uşaqlıq illərindən hansı xatirələriniz var? Seyfi elə uşaqlıq illərindən də o həmişə evdə də, atya, anıya da inanırsan, o qədər hörmət qazanan uşaq idi. O məktəbi qutarandan sonra o dedi, mən polis olacağam. Həqiqətən içindən gələn bir istəyi idi. Elə də getdi daxili qoşunlarda xidmət elədi Naxçıvanda. Elə qutardı, gəldi. Gəldi, Daxili İşlər Nazirliyində də xüsusi təyinatı götürdülər. Ya, öz işində diqqətçili idi. Heç vaxtı inanırsan, o işinə bir gündə gecikməzdi. O qədər o dövlətinə, xidmətinə bağlı bir deyirdi ki, heç vaxt istəməzdi ki, kimsə ona bir qüsur kimi desin ki, sən işə gecikdin. Yəni, onu qəbul eləmirdi. Ona görə də həmişə o öz işində diqqətçili idi, qüsursuz xidmət elədi dövlətinə. Onlar öz işlərindən elə, o neysə, vaxt keçdi, müddət keçdi. Dedim, Seyfi, evlənməlisən də, yəni bu da bir qismət tarixdir. Yəni, siz bu həyatda hamıya qismət olan bir şeydir. O da elə öz istəyi ilə dedi, ana, mənim nişanı olacaqdı, saxladığı ilə yayda həyini almışdı. Dedi, ana,
ad günümdə nişanımı eləyərsiniz. Onun da ad günü sentyabrın 22-si idi. 17-si günü elə hər bir tədarüklərimiz, hər işimiz hazır idi. 17-si günü də mənə nişan paltarı da aldı. Elə sevinə-sevinə. Səhər öz işinə getdi. Elə gün orta zəng elədi ki, onların həmişə ehtiyat sumkaları olurdu. Hazır. Dedi, ana, bizə çıxış verirlər. Biz Qarabağa gedəsinik. Bəs sumka, hər nə lazımdır hazır, o da hazır elə gəlirəm. Ayın 18-i gəldi bizi ilə halallaşdı, görüşdü. Saat 3 olardı belə. Həmişə də onlar Qarabağa gedirdilər. Həmişə də elə bu, yəni öz xidmətlərində olublar. O illərlə, 20-ci illərdə elə Qarabağda, yenə də deyirəm, onlar həmişə prezidentimizin ətrafında olublar. Hər dəfə Qarabağa gedəndə onlar bir gün qabaq, bir gün orada, bir gün də sonra evə qaydırdılar. Elə dedim ki, yəqin ki, belə də qaydıracaqlar. Elə onun öz istəyi ilə də nişanın ad gününə salmışdıq, sentyabrın 22-si. Sentyabrın 18-i halallaşdı, bizi ilə getdi. 19-u elə 18-i gecə saat 12-də nəysə mənə axırıncı danışanda dedi, ana, məni gözləyərsiniz. Mən gələndən sonra nişanımı eləyərsiniz. Yəni hər şeydə öz zəhməti ilə, yəni bizə əziyyət, heç bir ata-yana əziyyət verən uşaq deyildi də, o qədər o hər şey elə ki, ölçü biçi ilə hər şeyi hazır eləyib qoymuşduq da. 2 gün qalmışdı nişana. 2 gün nə deməkdir? Hər şey hazır. Lentləri bağlı, xonçaları bağlı. Adları yazılıb, hər şey hazır. Dedim, oğul, necə deyirsən, sən nə deyirsən, o mənim üçün qərardır. Gələrsən, nə vaxt qaydarsan, Allah qoysun, nişanı verirlər. Elə ondan bir saat sonra, deməli, 18-dən 19-una keçən gecə, saat 1-ə 10 dəqiqə qalmış, 8 polislərimizlə onlar şəhid oldu. 8 polisin biri 16 gündən sonra, bir nəfər Əziz bəy Muradov, 16 gündən sonra şəhid oldu. 7 polisimiz elə o gecə, sentyabrın 18-dən 19-una keçən gecə antiterrorumuz elə 8 polislərimizlə başladı. Onlar şəhid oldu. Elə o Xocabənddə şəhid oldular. Xan kəndimizə o gecə bayraq dalğalandı. Tezdən də 30 illik həsrətimizi bütöv elədilər. Erməniyə ağ bayraq qaldırdılar. Vaxtında da onlar, yenə də deyirəm, ana bacılarımızın, devlətimizin, bayrağımızın, qisasın, ermənin papağın tapdamaqla o qisası onlar elə bir ki, o qisasa son qoydular. Elə o şəkildə mənə öz telefonunda göndərmişdi. O andakı ermənilər villalarını qoyub qaçan anlardı. Onlar Qarabağda olublar. Elə ki, hər anlar onların qorxulu, hər anlar onların təhlükəli olub da. Yəni, o anda o evə girməkləri, elə o anda da o şəkili çəkib mənə atmışdı. Ki, ana, yəni bu qisasdır. Bu ermənin papağın tapdamaq özü bir qisasdır. Bizim, yəni, 30 illik qisasımız, ana bacılarımızın, gəlinlərimizin, yəni onlar bizim yenə də başımıza faciəli açdığı oyunların qisası idi, son qisası idi. O ermənin papağına əyaq qoymaq. O elə belə qisas deyil, o ən son qisası idi. Son axırda da belə, o 20-ci illərdə idi onlar Qarabağda. Həmin o papağı tapdı, deyəndə onda mənə şəklini göndərdi. Elə qalmışdı telefonumda da. Burada da şəkil var. Elə ondan sonra da ki, ən son qisasları da oldu ki, Xan kəndimizə bayraq sancdılar. Erməniyə ağ bayraq qaldırdılar. 30 illik həsrətimizə son qoydular. Yəni, bu oğullar, bu igid qəhrəman evladlarımız, şəhidlərimiz, balalarımız, yəni bizə nə qədər ağrı, acı, yara yaşatsa da, yəni biz qürurluyuz ki, bizim evladımız bayrağı üçün, torpağı üçün, yenə deyirəm, canlarından keçdilər, qəhrəmancasına. Yəni, o şirin anın, o yarımçıq qalan həyatına, yəni o, yenə də deyirəm, yəni torpağı, bayrağı onlar
uca tutdu. Onlar həmişə bizim prezidentimizin ətrafında olublar, öz xidmətlərində olublar, dövlətlərinə gözəl xidmət eləyiblər. Yəni, axırda da bax, yenə də deyirəm, 30 ilimizə son qoydular. 30 il həsrətimizə son qoyub bayraq qaldırdılar. Erməniyə ağ bayraq qaldırdılar. Yenə də deyirəm, bax, Xan kəndimizin, onların mən də o həmin bayrağın, ordenin oğullara verilməlidir. Onların, yenə də deyirəm, onlar dövləti üçün, bayrağı üçün can qoyan oğullar oldu. Biz analar da belə gözü yaşlı qaldıq. Ancaq yenə də o atların o ucalığı ilə, o qəhrəmanlıqları ilə, o vətənə öz istəklərini necə sübut eləməkləri ilə, o erməni papağını tap deyəndə dedim, Seyfi, halal olsun sənə. Seyfi, halal olsun sənə ki, o papağa sən ayaq qoydun. O bizə bəs elədi. Ancaq sonu bilmədik ki, yenə də balam, dedim, Seyfi, sənin nişanın olacaq, bəlkə icazə alasan. Dedi, ana, yox, mümkün deyil, mən getməliyəm. Mən dedi, getməsəm, dedi, özümü bağışlaya bilmərəm. Bax, həmin oğul, axırda da bax, o Xan kəndimizin bayrağı üçün torpağa, vətənə canın qurban verdi devlətimizə. Yenə də Allah devlətimizi qorusun, prezidentimizi qorusun, qazilərimizə can sağlığı versin. Bu oğullarımızın da ruhu şad olsun, məqamları uca olsun. Biz anaların yarasına Allah su səpsin. Yəni biz niyə ne deyirəm, həyatımız alt üstü oldu da yaşaya bilmirik. Evlad itkisi ağır bir yaradır. Onu yəni mümkün deyil də, yəni biz onu yenə də deyirəm, necə yaşayırıq, vallahi özümüz də bilmirik. Çox çətin həyat yaşayırıq. Yəni hər gün onun işdən gəlməyin, onun işə yola salmağı, elə ki o saatları inanırsan, elə bir başıma hava gəlir ki, Seyfi işdən gəlmədi. Seyfi hər bir bayram sürfəmizi, ad günümüzü, hamısını onu ilə bölüşürdüm. Seyfi zəng elirdim, işdən çıxdım. Hə deyəndə mən stolumu, evimin qapısını açırdım, burada yığılıb otururdum. O gəlincə biz stola yığılmıyorduk. Yəni oturmuyorduk, həmişə də gözləyirdik. İndi də balamı gözləyirəm. Ona görə ki, o gəldi mənə ilə, halallaşdı getdi. Bizim atası ilə də mənə ilə də elə halallaşdı getdi. Elə dalıcəndə su attım, dedim, Seyfim, səni Allaha əmanət eləyirəm. Sən həmişə Qarabağa gedib gəlmirsən, balam. Mən gözüm yoldadır da, salamat gələsən. Elə gözləri doldu, oturdu maşınız, halallaşdı. Halallaşdı, getdi. Dedi, yəqin ki, həmişə bunlar Qarabağa gedib, qayıdıb gələcəkdə yenə də. Ancaq hər şey yarımçıq qaldı. O hərbi və ya polis xidmətini seçəndə ana kimi hansı hisslər keçirdiniz? Yəni elə o öz içindən gələn bir istək olduğuna, düzdür, ana kimi dedim ki, evladım, bəs də bəlkə çətin olar sizin üçün, sənin üçün bu çətin olar. Dedi, yox ana, içimdən gələn bir istəkdir də, yəni mən, o elə uşaqlıqdan onu deyirdi. Elə yenə də o daxili qoşunlarda xidmət eləyəndə dedim, mən gəlib mütləq polisə, yəni nəsə elə bir qəribə bir istəklə. Sonra bu xüsusi təyinata, orada elə daxili işlərdə, çevikdə elə xüsusi təyinatda qalanda, dedi, ana, ən istədiyim yəni bir arzum idi ki, bu mənə nəsib oldu. Öz içindən yəni gələn bir istək idi. Düzdür, ana kimi biraz narahat oldum ki, birdən çətin olar oğul, birdən yəni çətin sənə, yəni bu vəzifədir də ki, siz bunu çətinlik olar, bir, nə bilim, anadır da, ana ürəyi həmişə o evladın biri, necə deyim, həmişə fikirləşir ki, o ən birinci yaxşıdan tez çətinliyi fikirləşir ki, bu çətin olmasın da, evladım harada olsa rahat olsun. Dedi, yox, mənim öz istəyimdir. Yəni, o, elə bax, o öz istəyi ilə də işində elə xidmət elədi, elə də getdi, yenə də deyirəm,
torpaq üçün, dövlət üçün, bayraq üçün şəhid oldu. Şəhidimizin xarakterində sizi ən çox qürurlandıran xüsusiyyət hansıydı? Bilirsən, mən onu elə bir, yəni xasiyyəti belə idi ki, yəni mən onu kollektivdə anıyam da, ürəyimdən, yəni o həmişə onu yenə də deyirəm, o narahat olurdum. Tez-tez zəng eləyirdim arada ki, Sefi, məsələn, işvə vaxtında çatın, adı idmanda onlar, hər ay onlar idmandan normativ verirdilər. Elə mən də narahat olurdum ki, idmandan yaxşı normativ verdin, bir kəlmə deyirdi ki, ana, hə. Məsələn, arxain ol da, narahat olma. Bir də, bilirsən, bir xasiyyəti var idi ki, o kollektivdə, məsələn, mən ona zəng eləyəndə ki, Sefim, narahatam da, yığıram, ana da, istər-istəməz o adamda narahatçılıq var da, ki, bəs Sefim, vəziyyət, yəni soruşum, o anda açardı telefonu. O, əgər açmadısa, mən ona təkrar yığmırdım. Bilirdim ki, çox ciddi xasiyyəti var idi. Deyirdim, mən kollektivdə, ana, əgər telefon açmadımsa, mənə təkrar yığma. Mən özüm sonra sənə vaxt eləyib yığacam. Mən bunu bildiyimə, o açmayan anda da onu təkrar yığmırdım. Elə inanırsan, Allah hamd olsun, yəni, elə bir, o hər özünə yəni, hörmət eləyən bir evlad idi. O, işinə gecikməzdi. Elə anlar olub ki, bizə saat 6-7 işləmiş o evdən çıxırdı. Elə anlar olub da ki, tələsib, elə çayın içməmiş, o düşəndə mən, inanırsan, o paltarın geyinənə qədər mən əlimdə çay, o pləkanından düşüb çatdırırdım ki, Sefi, çaysız evdən çıxma. Bir ana kimi, içimdə bir dənə ona rahatam ki, onu mən heç vaxt çaysız, çörəksiz evdən yola salmamışam. Həmişə də onlar, həmişə birinci dəfə da işə, onlar birinci idmana girirdilər, sonra işlərinə başlayırdılar. Ona görə də mən onu həmişə diqqətdə saxlayırdım ki, sən idmana girəcəksən. Onlar hər ayın axırında normativ verirdilər. Elə o normativə görə də narahat idim ki, Sefi, necə idman necə oldu, yəni normativi qaydasında hazır oldu, necə, yəni sən deyirdi, ana, narahat olmayı, sən nə qədər narahatsan ki, yəni mən o normativ hər şey qaydasındadır, sən bu qədər niyə narahat olursan? Sefi evə gec gəldi, məsələn, onlar elə vaxt olurdu, saat 3-də evə gəlirdi, işlərinə, onlar da indi dövlət işidir da, qarışmaq olmaz, demək olmaz. Sadəcə xəbər bilirdim ki, Sefi, ya atsan, çörəyi yemisən, indi ana evidə, yəni o narahatçılıq içimdə çox idi. Yenə də deyirəm, o elə özünə bir hörmət eləyən evlad idi. Həmişə hər şeyi diqqətdə saxlayırdı. Artıq, məsəl üçün, nə danışmazdı, nə artıq zəng eləməzdi, bir kəlmə ilə sözün deyən evlad idi. Yəni, mən onu elə o cürədə özümdə bir ana kimi çox gözəl başa düşürdüm. Elə artıq da mən ona zəng eləmirdim. Deyirdim, bu dövlət işidir, mən onu niyə narahat eləyim? Ancaq içimdə həmişə bir sürfəmizdə, hazır bir bayramımızda, ad günümüzdə o işdən çıxana qədər biz bu stolun başına yığışmırdıq. Elə ki, deyirdi ki, ana, hə, gəlirəm. Elə onda da elə ki, hər şey də onda biz üçün başlayırdı. Ona görə də Sefi, hər şey elə bilirəm, Sefi ilə getdi. Bütün evimin, stolumun bəzəyi, bayramlarım, hər şey elə bilirəm, Sefi ilə getdi. Mən üçün çox ağır həyatdır. Çox ağır həyatdır. Ona görə də bir ana kimi özümü bağışlaya bilmirəm ki, balamıza ana haqqın, ata haqqın təhvil verə bilmədik. Hər şey yarımçıq qaldı. Ancaq bir ana kimi içimdə belə rahatam ki, mən onu bir dəfə evdən çaysız, çörəksiz yola salmadım. Həmişə dalıcan qaçırdım, tələsəndə çayım əlimdə ki, Sefi, çaysız evdən çıxma. Bax, belə ona içim biraz belə rahatdır ki, ana kimi balamın xidmətində olmuşam. Ancaq ana haqqı var, evlad haqqı var da, yəni onun biz, nə bilim, bir vağzalsı çalınmadı. Qabağında qol götürüb oynaya bilmədim. Aldığı nişan paltarın əynimə giyə bilmədim. Yəni, həyatım elə bir ki, hər şey yarımçıq qaldığına, aldığı üzüyü o əlinə alıb
barmağa taxa bilmədi. Lent üstündə bağlı qaldı. Yəni necə bu həyatla barışmaq olar? Hər şey Seyfi ilə getdi. Ancaq onun bir nətər deyim, biz üçün onun adı çox ucadır, çox qürurludur. Ancaq ağrımız ağrıdır, yaramız yaradır. Bugün şəhidimizin xatirəsini yaşatmaq üçün nələr edirsiniz? Biz də vallah elə bacardığımız qədər mövludların eləyirik, illərini eləyirik, ehsan veririk. Belə, nə bilim, evdə şəkillərini, bax belənçinə, bax bayrağımızda, nə bilim, belə öz otağın belənçinə, nə bilim, yəni bir ana kimi də belə şəkillərdir də, bunlardan təsəlli alırıq. Ancaq bunlara vətən uğrunda medal verildi, bayraq ordenin verilməyi Xan kəndimizə sancılan o bayrağın, əmin o bayrağın ordenini istəyərdik ki, bizim evlatlara verilsin. Elə o anda ki, olar ki, o şəhid oldu, ona bayraq sancıldı, səridə erməni ağ bayraq qaldırdı. Yəni o orden verilməlidir ki, biz də bir məktəbadı, bir yol, bir nə bilim, harasa da bunların bir adları yaşanmalıdır. Ona görə ki, nişanına onun 2 gün qalmışdı. Ad günündə nişanı olacaqdı. Nişanı olmayan, nişanəsi qalmayan bir evladdır. Biz ata-ananın da arzusu oldu ki, onun da adı, yəni evladı olun, evladı yoxdur, adı yaşasın. Onun harasa bir adı verilsin. Yəni, yenə də deyirəm, biz elə valla bu tədbirlərdə oluruq, sağ olsun devlətimiz, yəni çağırırlar, gəlirlər, sayırlar, sağ olsunlar. Yəni ki, o evladın adın ucalığı bizə bəs eləyir. Bizə o lazımdır. Yəni, belə vallah mənəvi heç nə, yəni biz axtarmırıq. Yəni o şeyi nəysə marağında deyil. Ancaq sadəcə bunların adı yaşamalıdır. Bunların adı yaşasın. Bu oğulların. Bu yenə də deyirəm. Mən o Seyfim o 20-ci illərdə o ermənin papağını tapdiyəndə dedim, Seyfim, sənə halal olsun. Mən o haqqı istəyirəm. O haqqı istəyirəm. Ki, balamın o haqqı yenə də deyirəm, yəqin ki, bunu gözəl devlətimiz, bunu yəqin ki, qiymətin verər. Ona görə də ananın, atanın arzusu nədir ki, evladı, mən yenə deyirəm, onun evladı yoxdur, ailəsi yoxdur. Biz atanıyıq, biz olmayanda onun adı yaşasın. Biz belə də arzumuz odur, başqa heç bir təmənna, heç bir nəysə biz axtarmırıq, istəmirik. Salam, zəhmət olmasa özünüzü təqdim edərdiniz. Abdullayev Fəqan Seyfoğlu, şəhid Abdullayev Seyfi Fəqanoğlu'nun valideyniyəm. Ata kimi övladınızın sizdən öyrəndiyi həyat dərsi nə idi? Mən bir ata kimi evladımı böyüdürdüm, boya başa çatdırırım, arzularına çatdırırım, istədiyi kimi böyüsün. O da gəldi zaman belə alındı. Övladınızın vətənə xidmət yolu ilə bağlı nə deyə bilərsiniz? Evladımın vətənə bağlı onu deyə bilərəm ki, həyatda xalqımız necə, insanlarımız necə, o da elə vətənsevər idi. Ailə canlı idi, qardaş canlı idi, valideyn canlı idi. Elə bir yönsüz iş görməmişdim. Həmişə razılığım, bir evlad kimi həyatda necə lazımdır davranırdı valideynlərinə, evinə, qardaşına. 18-19-una keçən gecə döyüşə apardılar. Getdi öz xoşu ilə, könüllü. Gəldi günorta saat 3 ərəfələrində bizi ilə də sağollaşdı, halallaşdı, getdi. Gecə saat 12-1-ə işləmiş zəng gəldi ki, oğlunuz yaralıdır. Sonra mən də durdum,
Böyle buradan gecəyə gittim Füzuliyə. Dediler Füzuliyə getirmiş. Gittim oraya, xəstəxanada olmadı. Sonra oradan diagnostika mərkəzi var. Oraya gittim. Orada səhərə yaxın xəbər tuttum ki, oradadır. Həmin günü də 19-u səhəri gətirdim. Apardım Şamaxı rayonunda. Özüm Şamaxı rayonundan olduğuma apardım rayonda. Öz kəndimizdə dəfn elədim. Bu gün övladınızın adının hörmətlə anılması sizin üçün nə deməkdir? Bugün mənim evladım tək deyil, bütün evladların xatirələri anılmağı, şəhid evladların anılmağı biz valideynlər üçün çox yüksəkdir. Hal-hazırda da biz elə onunla qürur duyuruq, onun fikirləşirik. Gənc nəsillərə də onu arzulayaram ki, Allah dünyamızı əmin-amanlıq eləsin, devlətimizi də sülh yaratsın. Bir daha artıq belə bir şeylər həyatda olmasın. Müharibələr, qırğınlar balalarımızdan uzaq olsun. Biz də onu arzulayarıq ki, sülhlə, əmin-amanlıqla yaşayaq. Qəhrəmanımızın xidməti, vətənə sədaqətin, andına sadiqliyin bariz nümunəsidir. O, qısa, lakin mənalı ömrünü vətəninə, dövlətinə xidmətə həsr etmişdir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında isə baş əyirik. Növbəti buraxılışlarımızda başqa bir qəhrəmanın həyat yolunu işıqlandırmaq diləyilə. Sağ olun, salamat qalın.